Sizlərə bir dənə gözəl proyektdən çıxmışıq qarşımıza. İspanski proyekt. Harda yerləşir? Bu zonanın gözü olan Musa Nağıyev küçəsinin paralel kəsişməsində bir də havalimanı yolundan da birbaşa qapısına kimi də asfalt. Bir gözəl bir dənə 2 mərtəbəli 200 kvadrat 3 sot içində. Bir də belə həyətin çıxırsanca. Başlayaq həyətimizin təqdimatı ilə, sonra keçirik mən sizə ev için göstərəcəm. Burada portaylar olunan javuz qapımız dəyərli izləyicilər. Burada bir də belə söhbətgahımız. Bütün kamlanlar da qaydasındadır. Səhədimizdəki kupça. Orada sağda yaşıl zonası, belə təmətdən döşənmiş həyəti. Evin hər bir istiqamətlə keçmək üçün yeri var. Həqiqətən gözəldir. Evdə cüzi tamamlanma işləri var, dəyərli izləyicilər. 2 maşınlıq ən azından həyətli yeri var. Evdə cüzi tamamlanma işlərimiz qalıb, inşallah. Onu da mülk sahibi deyib ki, onu mən təhvil verəcəm. Burada da geniş plaşatkası. Çox intereslidir, belə. Ətrafdakı yaşayış. Məktəbi, bağçası, dükkanı, bazarı hamısı yaxın. Ana yolların nə qədər məsafəmiz olur? 350 metr. Bura bizim gələcəyimiz dəhliz, yer üstü poldur. Bu başlandığım istərə. Başlayaq buradan, birinci mərtəbəmizdən. Bura ümumi bir hamam otağı. Burada sağda studiya zal gedir. Üstədə mətbəx zal, bir yerdə ora mətbəximiz. Bura qonaq otağımız. İstili sistemli kombidir. Hamısı çəkilir. Bir yataq otağı, bir aşağıda dəyərli izləyicilər. Bu da ikinci bir balaca bir otaq. İstərsiniz buna saxlanıc otağı deyin, istərsiniz balaca bir uşaq detski bir otaq. Qalxaq ikinci mərtəbədə mən sizləri tanış edim. Deməli, bura bizim ikinci mərtəbəmiz. Proyekti çox gözəldir həqiqətən. Ətrafı bir daha göstərim sizlərə. Hamısı yaşayış, bir-birindən gözəl evlər. Bax, gələcəkdə burada bir böyük bir qonaq otağı ikinci mərtəbədə. Mansard tiplidir ikinci mərtəbə. Çox gözəl proyektdir həqiqətən. Burada da ümumi ikinci mərtəbə, ümumi hamam otağı göstərim, görəsiniz. Bir yataq otağı.